Salam, hər vaxtınız xeyir. Bugün keçəcəyimiz olan nəzəriyyə Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsidir. Bu mövzu demək olar ki, nəzəriyyələr içərisində ən sevdiyim olan nəzəriyyələrdən biridir və çox maraqlı olan bir nəzəriyyədir. İstər müəllimlikdə, istər başqa sahələrdə, başqa işlərdə vacib olan bir nəzəriyyədir. Çünki insanın düşüncə tərzi ilə bağlı olan bir nəzəriyyədir. Və yeri gəlmişkən bu nəzəriyyənin banisi Karl Dweck özü qadındır. Baxın, burada şəkildə də göstərilib. Hamı bunu kişi bilir. Amma şəkildən də gördüyünüz kimi Karl Dweck qadındır. Və Karl Dweck bu nəzəriyyəni nəyə əsasən yazmağa başlayıb? O 30 ildən çox öz araşdırmalarına, müşahidələrinə əsasən görür ki, bəzən hər hansı bir uğursuzluqla qarşılaşanda şagirdlər həvəsdən düşürlər, motivasiyadan düşürlər. Sadə ən xırda maneələrdə belə sarsılıb təslim olurlar. Amma elə uşaqlar da var ki, hər hansı bir uğursuzluqla qarşılaşanda motivasiyadan düşmürlər, həvəsdən düşmürlər. Əksinə daha da irəli getməyə, cəhd etməyə çalışırlar, risk götürməyə çalışırlar. Mən bunu bacararam, mən bunu edərəm deyirlər. Ona görə də Karl Dweck bu nəzəriyyəni yazmağa başlayıb və insanın düşüncə tərzini iki düşüncə tərzinə ayırmışdır. İnkişafa açıq düşüncə tərzi, inkişafa qapalı düşüncə tərzi. İnkişafa açıq düşüncə tərzini həmçinin çevik zəka, pozitiv zehniyyət də deyə bilərik. İnkişafa qapalı düşüncə tərzinə sabit zəka, yəni dəyişməz zəka, sabit, neqativ zehniyyət də deyə bilərik. İndi hər biri haqqında mən sizə ətraflı şəkildə məlumat verəcəm və bunu kitab üzərindən izah edirəm, konspektləşdirilmiş şəkildə mən sizə bunun PDF-ini də göndərəcəm açar məqamları ilə. Baxın, burada da şəkildə görürsünüz ki, öhdəlik və ya uğursuzluq. Qapalı düşüncə tərzində olan insan cəhdlər azalır, aşağı nailiyyət göstərir, amma açıq düşüncə tərzində olan insanda isə yüksək nailiyyət göstəriciləri olur, cəhdlərin artırılması olur. İndi hər biri haqqında danışacağıq. Ümumiyyətlə düşüncə tərzi deyəndə bizim inancımızdır düşüncə tərzi. İnsan nəyə inanırsa, onu da həyata keçirə bilər. İnsan ilk əvvəl öz şuuraltı, mental olaraq özünü pozitivə yükləməyi bacarmalıdır. Mən bunu edərəm, mən bunu bacara bilərəm. Nə isə edə bilməyəndə, nə isə bacarmayanda o vaxt insan təslim olur. Mən bunu edə bilmirəm, özünü neqativə bağlayır, neqativə kökləyir. Mən bunu edə bilmirəm, mən bunu bacara bilmirəm, mən bu fənni qavraya bilmirəm. Artıq özünü neqativə kökləyir və insan həqiqətən də elə olduğu halda bacara bilmir. Özünü qapalı düşüncə tərzinə keçid edir. İlk əvvəl nə etməlidir insan? Özünə inanmalıdır. Yəni ilk əvvəl biz özümüz bir şeyi edəcəyimizə inanmalıyıq. Mən bunu edə bilərəm, mən bunu bacara bilərəm, mən bunun üstəsindən gələ bilərəm. Bir müəllim kimi təkcə bu inkişafa açıq düşüncə tərzi, qapalı düşüncə tərzi uşaqlarda olmur. Müəllimlərdə və yaxud da başqa insanlarda da olur, həyatda hər bir işdə olan insanda da ola bilər. Amma biz indi sırf məktəb mühitindən danışdığımız üçün mən burada müəllim və şagirdləri nümunə gətirirəm ki, məsələn, elə müəllimlər var ki, hər hansı bir təlimlərə qoşulun deyəndə mən artıq bu təlimlərdən nə öyrənə bilərəm ki, və yaxud da hər hansı bir zəif sinif varsa, o sinifdə mən dərs keçmək istəmirəm. O sinif nə qavrayacaq ki, elə belə özümüzü yormuş oluruq. O uşaqlar heç nə orada öyrənə bilməz, qavramırlar, başa düşmürlər. Belə olduğu halda müəllim özü artıq o qapalı düşüncə tərzindədir və bu cür mühitdə həmin o sinifdə olan şagirdlər də get-gedə qapalı düşüncə tərzinə keçid edəcək. Ona görə müəllim ilk əvvəl nə etməlidir? Özünü o inkişafa açıq düşüncə tərzində formalaşdırmalıdır ki, biz artıq həmin şagirdlərdə də həmin o inkişafa açıq düşüncə tərzini formalaşdıra bilək. Baxın, burada da inkişafa açıq düşüncə tərzi, inkişafa qapalı düşüncə tərzi ilə bağlı fikirlər verilib. Birinci danışaq elə inkişafa açıq düşüncə tərzindən. İnkişafa açıq düşüncə tərzi olan insan özünə inanır, güvənir, nəsə yeniliklər yaradır, cəhd edir, daima irəli getmək üçün motivasiyalanır. Yəni özünü motivasiyalandıra bilir bu cür insanlar. Çünki həmişə pozitiv şəkildə münasibət bildirir hər şey, pozitiv tərəfdən yaxınlaşırlar. Burada da fikirlər verilib. Çətinliklərdən qorxmur. Bəli, inkişafa açıq düşüncə tərzində olan insanlar hər hansı bir çətinliklə qarşılaşanda artıq o çətinlikdən qorxmur və yaxud da səhvlərindən öyrənir. Bəzən elə insan var ki, adi elə müəllimlərdən, müdavimlərdən götürək, test işləyirlər. Testdən məsələn 50 dənə test veririksə, 50 dənə testdən tutalım ki, bir 10 dənə, 20 dənə səhv çıxanda artıq tam motivasiyadan düşürlər. Mən bunu bacara bilmirəm, mən bunu edə bilmirəm. Yəni özünüz də artıq mən bunları sizə dedikcə deyirsiniz ki, hə, mən bu cür
xarakterdəyəm, məndə bu cür düşüncə tərzidir deyə. Ona görə yəni insan özünü artıq o qapalı düşüncə tərzinə keçid edir ki, hə mən bunu bacarmıram. Amma inkişafa açıq düşüncə tərzi isə səhvlərindən öyrənir. Biz bir müəllim kimi uşaqlara da öyrətməliyik ki, səhvlərdən nəticə çıxartmağı öyrətməliyik. Yəni səhvlərimizə öyrənmə kimi baxmalıyıq. Tənqidlərə açıq olmalıyıq. Səhv ediriksə, biz o səhvlər üzərində çalışaraq həmin o səhvlərdən düzgün nəticə çıxartmağı bacarmalıyıq. Düzlərə doğru getməyi bacarmalıyıq. Səhvlərimizdən düzgün şəkildə nəticə çıxarmağı bacarmalıyıq. Çətinliklərdən qorxmamalıyıq. Rəylərə qulaq asır və nəticə çıxarır. Bəzən elə uşaqlar olur ki, tənqidə açıq olmurlar. Yəni ki, nə isə deyəndə, hə mən özüm bilərəm, bunu mən bu cür düzgün bilirəm. Bax bu formada artıq tənqidə açıq olmurlar. Amma inkişafa açıq düşüncə tərzində olanlar tənqidləri qəbul edirlər. Özləri üçün bir nəticə çıxardırlar, dəyərləndirmə aparırlar. İnkişafı üçün düzgün şəkildə nəticə çıxarda bilirsə, deməli inkişafa açıq düşüncə tərzində formalaşıb. Öyrənməyə marağı var, öyrənmək istəyir, daima araşdırır, yeni biliklər əldə edir, səbirli olur bu cür insanlar, israrlı olur. Yəni məqsədindən dönmür. Mən məqsəd qoymuşamsa daima irəli gedəcəm. Mən bunun ardıca gedəcəm deyir. İstər səhv eləyim, istər çətinlik qarşıma çıxsın, istər hər hansı bir maneə ilə qarşılaşım, mən bunun üstəsindən gələ bilərəm deyir. Öyrənməyə marağı var dediyim kimi, bayaqdan elə sadaladığım fikirlər. Yəni öyrənməyə marağı var, özü üçün belə deyim, yeni nəyisə axtarmaq üçün onun axtarışda olur daima. Səbirlə, daima axtararaq yeni biliklər əldə etmək istəyir, yeniliklər yaratmaq istəyir, səbirli olur, ən əsası isə israrlı olur. Uğursuzluq yaşayanda təslim olmur və ən əsası isə açar məqamlardan biri hələ ki bacarmıram deyir. Baxın, inkişafa açıq düşüncə tərzində olan insanlar nəyisə bacara bilməyəndə mən hələ ki bu işi bacarmadım, amma mən bunun üstəsindən gələcəm nə vaxtsa. Bu gün bacarmadımsa mən sabahsı gün bunun üstəsindən gələ bilərəm deyir. Yəni hələ ki sözü çox şey qazandırır. Əslində dərs prosesində də elə biz bir müəllim kimi uşağı nəyisə eləyə bilməyəndə, hə sən bunu bacarmırsan, sən bunu düzgün yaza bilmədin. Bax bu formada biz uşaqlara yanaşmamalıyıq. O uşağa deməliyik ki, hə sən bunu hələ ki bacarmadın, amma mən inanıram, güvənirəm ki, sən bunun üstəsindən gələcəksən. Sən bunu bacaracaqsan. Sən bunu hal-hazırki vəziyyət üçün bacarmadın. Hələ ki bacarmadın. Bax bu formada uşaqda özünə inam formalaşdıra bilərik. Bunlar inkişafa açıq düşüncə tərzində olan insanın xüsusiyyətləridir. Çox şey sadalaya bilərik biz burada. Dediyim kimi çətinliklərdən qorxmur, səhvlərindən öyrənir, rəylərə qulaq asır, başqalarının rəylərini dinləyir, özü üçün düzgün şəkildə nəticə çıxardır. Öyrənməyə marağı var, daima axtarışda olur, israrlı olur, səbirlə öz məqsədinin ardınca gedir, sonra uğursuzluq yaşayanda təslim olmur və ən əsası isə mən bunu hələ ki bacarmıram deyir. İndi isə gələk qapalı düşüncə tərzinə. Qapalı düşüncə tərzində bunun tam əksidir. Çətinliklərdən yayınır. Deməli, qapalı düşüncə tərzində insan özünü mental olaraq neqativə kökləyir. Yəni bu iş mənlik deyil, mən bunu bacarmıram, mən bunu edə bilmirəm, mən bu fənni qavraya bilmirəm, bu məsələni mən həll edə bilmirəm. İnsan özünə o psixoloji olaraq şuur altına yeridir ki, mən bunu edə bilmirəm də, mən bunu bacarmıram. Yəni mental olaraq insan özünü neqativə kökləyir. Çətinliklərdən yayınır. Hər hansı bir çətin tapşırıq çıxırsa uşağın qarşısına, o vaxtı gör ki, həll edə bilmir də. O tam motivasiyadan düşəcək. Qoyacaq dəftər kitabında qırağa ki, mən bunu edə bilmirəm. Bacarmıram mən bunu. Səhv etməkdən və başqalarının gözündə axmaq kimi, zəif kimi görünməkdən çəkinirlər. Bu qapalı düşüncə tərzində olan uşaqların ən əsas olan belə deyim mənfi xüsusiyyətlərdən biri də səhv etməkdən qorxurlar. Yəni mən indi səhv edərəm, birdən müəllimin gözündən düşərəm, müəllim məni daha sevməz. Bax bu formada düşünərək özünə o qapalı düşüncə tərzinə keçid edir və bunun üçün müəllim nə etməlidir? O səhvlərindən düzgün nəticə çıxartmağı öyrənməlidir. Yəni müəllim ona başa salmalıdır ki, insan səhv edə yüksəlir. Səhvsiz insan yüksələ bilməz. Səhvlər üzərində, yəni biz səhv etməliyik ki, doğrunu tapaq. Doğrulara tərəf getməyimiz elə səhvlərdən gedir. Səhv etməlidir ki, insan nəyisə düzgün nəticə çıxarda bilsin. Ona görə bu formada müəllim onu başa salmalıdır, öyrətməlidir. Rəyləri qulaq ardına vurur, asanlıqla təslim olur. Baxın, bu düşüncə tərzində olan uşaqlar rəylərə
qulaq asmırlar. Yəni ki, başqalarının rəylərindən düzgün nəticə çıxarmırlar, tənqidə açıq olmurlar bu düşüncə tərzində olan uşaqlar. Yəni kimsə ona məsələn desə ki, hə sən bunu bu cür etsəydin daha yaxşı olardı. Amma o insan qulaq asmayacaq. Mən özüm bilərəm, mən bu cür yazmışamsa, hə beləncə düzdür. Bax bu formada artıq rəyləri qulaq ardına vuracaq və asanlıqla təslim olacaq ki, öz-özünü mental olaraq o psixoloji təsirə salaraq mən bacarmıram formasında deyəcək. Baxın burada da bacarmıram deyir. Bəzən elə dərslərə qoşulan müdavimlər də olur, elə müəllimlər də olur ki, bizə yazır ki, hə mən bu kurikulum qavraya bilmirəm, mən bu kurikulumu başa düşə bilmirəm. Yəni bu mənlik deyil həqiqətən. Nə bilim bu formada çox qarşılaşırıq da, amma get-gedə başa saldıqca, motivasiya verdikcə, özləri artıq gördükcə hə izahlardan başa düşürlər, rahat gəlir, qavrayırlar, əzbərçi deyil. Hə o vaxt artıq görürsüz get-gedə dəyişir. Yəni düşüncə tərzi dəyişilə bilən bir şeydir. İndi isə keçək düşüncə tərzini dəyişdirmək üçün olan strategiyalara. Bayaq biz dedik ki, düşüncə tərzini dəyişdirmək mümkündürmü? Bəli, düşüncə tərzini dəyişdirmək mümkündür. Hansı strategiyalardan istifadə edə bilərik? Birincisi bir şagirdlərə deyə bilərik ki, intellektin, zəkanın dəyişə bilən olduğunu, beynin elastik olduğunu bildirə bilərik. İlk əvvəl sadalayacağım, sonra bir-bir izahlarını verəcəm sizə. İkincisi, risk götürmək mədəniyyəti formalaşdırmaq şagirdlərdə. Üçüncüsü, onları tərifləyərkən düzgün tərifləmə növündən istifadə etmək. Sonra şagirdlərə düşünmə və gözləmə vaxtları vermək. Onlara rəy verərkən düzgün şəkildə rəydən istifadə etmək və hələ ki sözündən, hələ ki bacarmıram sözündən istifadə etmək. Deməli, birinci biz dedik ki, şagirdlərə intellektin, zəkanın dəyişə bilən olduğunu, heç nəyin daş üzərində yazılmadığı, yəni beynin elastik olduğunu bildirmək. Bu nə deməkdir? Hətta bununla bağlı uşaqlarla Karl Dweck bir dənə süngərlə təcrübə aparmışdır və müəllim bir dənə quru süngəri, adi qab yuduğumuz maçalka da deyə bilər, süngər, içi su dolu bir dənə qaba salır. Süngər suyu özünə çəkdikcə şişməyə başlayır və bu yolla müəllim şagirdlərə beynin də eyni ilə süngər kimi yeni informasiyanı özünə bu cür çəkdiyini, məşq etməklə, cəhdlərlə daha da genişləndiyini göstərir və süngər sudan çıxarıldıqdan sonra isə necə quruyub büzüşürsə, beynimizdə olan informasiya da istifadə edilmədikdə, məşq olunmadıqda eyni ilə bu vəziyyətə düşür. Yəni bunu əyani şəkildə uşaqlara göstərir ki, insanın beyni də, insanın intellekti də, zəkası da bu formadadır. Yəni yeni informasiyaları qəbul etdikcə, biz onlardan daima istifadə etdikcə irəliyə doğru gedə bilərik. Amma yox, nə qədər ki məsələn informasiyadan istifadə etmirik, adi sudan çıxardığımız süngər kimi su çəkildikcə insanın beynini də o formada qurur. Yəni istifadə etmədikcə artıq bizim yadımızdan da hər şey çıxıb gedir. Ona görə yəni zaman-zaman çoxlu cəhd, məşq etməklə çətin informasiyanı, çətin tapşırıqların öhdəsindən biz asan şəkildə gələ bilərik. Yəni bununla da artıq uşaqları inkişafa, açıq düşüncə tərzinə keçirtmək istəyir müəllim. Zəkanın, intellektin dəyişə bilən olduğunu uşaqlara izah verir. İkinci bir məqam isə dedik ki, risk götürmək mədəniyyəti, burada üstündən xətt çəkdim, risk götürmək mədəniyyəti yaratmaqdır. Risk götürmək mədəniyyəti deyəndə, bayaq da bunun izahını vermişdim ki sizə, uşaqlar hər hansı bir tapşırığı səhv yazanda, artıq o səhv edəndə uşaqlar qorxurlar ki, hə mən artıq müəllimin gözündə zəif görsənəcəm, bunu səhv yazdım, artıq müəllim məni sevməyəcək. Bu formada artıq özünü mental olaraq neqativə kökləyir uşaqlar. Ona görə onları səhv etməkdən qorxmamalı, öyrənməyə gedən yolun səhvlərdən keçdiyini başa salmalıyıq. Yəni səhvlər bizi hədəfə aparır. Səhvlər üzərində biz nə isə öyrənə bilərik. Yəni təbii ki, ilk cəhdlər uğursuz alına bilər. Bunun üçün biz həvəsdən düşməməliyik, motivasiyadan düşməməliyik. Cəhd edə-edə səhvlər üzərində biz düzgünlüyü tapa bilərik. Bu formada şagirdlərə risk götürmək mədəniyyəti formalaşdıra bilərik. Yəni hər hansı bir maneəyə rast gəldikdə təslim olmamalıyıq. Risk edərək səhvləri təbii qarşılamalıyıq. Onlara daha çox vaxt və əmək sərf etməklə belə deyim ki, o səhvləri biz sonradan aradan qaldıra bilərik. Bu formada risk götürmək mədəniyyəti şagirdlərdə formalaşdıra bilərik. Üçüncü bir məqam isə dedik ki, tərifləyərkən şagirdləri düzgün tərifləmə metodundan istifadə etmək. Düzdür, rəyə də oxşuyur. Biz demişdik ki, rəyi keçəndə qiymətləndirmədə uşaqları
Afərin, əhsən, sən dahisən, sən ağıllısan. Onlara emosiyalara yönəlik şəkildə rəy vermək olmaz. Onları o formada tərifləmək olmaz. Baxın, burada da göstərib, çox ağıllısan, sən zəkalı uşaqsan, ağıllı olduğun üçün bunu düz yazmısan. Bu formada tərifləyəndə artıq uşaqlar nə isə sonradan səhv eləyəndə artıq müəllimin gözündə daha əvvəlki kimi zəkalı görünməyəcəm mən. Yəni müəllim daha məni sevməyəcək. O formada artıq özünü neqativə kökləyirlər. Ona görə nəticə etibarilə şagirdlər burada qapalı düşüncə tərzinə keçmiş olur. Ona görə də müəllimlər şagirdləri tərifləyərkən onların intellektini, ağlını deyil, çəkdikləri zəhməti, tapşırıq üzərində göstərdikləri səyləri, cəhd edərkən o cəhdləri, seçdiyi üsulları, strategiyaları, bax bunları tərifləməlidir müəllim. Məsələn, maraqlı üsuldan, baxın burada da bir nümunə verilib. Maraqlı üsuldan istifadə etmisən, afərin. Həll etdiklərindən sonra təkrar yoxlayırsan, çox gözəl. Yəni həll etdikdən sonra bunları təkrar yoxlayırsan, bu çox gözəldir, çox yaxşıdır. Bax bu formada maraqlı üsuldan istifadə etmisən, afərin. Onların sırf yəni göstərdikləri o çəkdiyi əziyyəti, göstərdikləri səyləri, bax bunları qiymətləndirmək lazımdır. Yoxsa şagirdin birbaşa sən ağıllısan, sən dahisən, sən hamıdan ağıllı olduğun üçün bunu düz yazmısan. Bu formada tərifləyərək artıq uşağı belə deyim ki, qapalı düşüncə tərzinə keçirtmiş oluruq. Bəzən müəllimlər elə gündəlikdə də qiymətləndirərkən uşaqları o rəy formasında yazılan yerdə yazırlar ki, əla, əhsən, afərin, ağıllısan, dahisən, bu kimi sözlərdən istifadə edir. Bunlar tamamilə yanlışdır. Onu düzgün şəkildə rəy, konstruktiv şəkildə rəy formasında yazmaq lazımdır. Şagirdin mənfisini, müsbətini ona istiqamət göstərərək, nəyi düz eləyibsə, yəni konkret olaraq o istiqaməti biz göstərməliyik bir müəllim kimi. Yoxsa qısa şəkildə əhsən, dahisən, afərin, bu kimi şəkildə tərifləmək düzgün deyil uşaqları. Əksinə dediyimiz kimi uşaqları onu qapalı düşüncə tərzinə keçirtmiş olur. Burada da Karl Dweck bir dənə təcrübə aparır, kitabda göstərilib. Onu da özünüz oxuyarsınız. Mən keçim o biri strategiya. Burada təcrübə formasında göstərilib. Belə eləyim. Sonra dedik ki, inkişafa açıq düşüncə tərzində şagirdlərə düşünmə və gözləmə vaxtının verilməsi. Təbii ki, uşaqlara biz nə etməliyik? Hər hansı bir sualı verdiksə, müəllimlər birbaşa istəyirlər ki, elə 1 saniyə keçmir ki, uşaq istəyir ki, o sualın cavabını uşaq bizə cavab versin. Bu tamamilə yanlışdır. Çünki o uşaq birdən sual verəndə heyecanlana bilir, öz fikrini cəmləşdirə bilmir. Yəni anında biz artıq o uşaqdan cavab istəyirik. Heç 1 saniyə olmur ki, müəllim onu gözləmir uşağı, ya birbaşa sualın cavabını özü deyir və yaxud da başqa daha hazırlıqlı bir şagirddən sualı cavabını almış olur. Belə olduğu halda isə o uşaq artıq özünü qapalı düşüncə tərziyə keçirdi. Mən edə bilmirəm, mən bacara bilmirəm, mən sualı tez bir zamanda cavablandıra bilmirəm. Növbəti dəfədə artıq yəni şagird suala cavab verməyə cəhd etməyəcək. Yəni o düşünəcək ki, müəllim mən yenə durub sualın cavabını deyə bilməyəcəm saniyə içərisində. Müəllim başqa şagirddən soruşacaq. Ona görə artıq gələn dəfədə həmin o sualı cavablandırmağa can atmayacaq. Ona görə də belə deyim, sualın mahiyyətindən asılı olaraq, indi çətinlik səviyyəsindən asılı olaraq uşağa 10 saniyədə verə bilərik, 30 saniyədə verə bilərik. Hətta açıq tipli bir sual varsa 1 dəqiqəyə qədər vaxt verə bilərik burada şagird üçün düşünmə və gözləmə. Elə olduğu halda uşaq sərbəst şəkildə, rahat şəkildə öz fikrini cəmləşdirərək sualın cavabını deyə bilər. Sonra burada başqa bir strategiya şagirdlərə verilən rəylərdir. Şagirdə biz rəy artıq bilirik, qiymətləndirməni keçəndə rəyləri keçmişik ki, şagirdə düzgün şəkildə biz rəy verməliyik. Düzgün rəy necə idi? Konstruktiv rəy olmalı idi. Şagirdə emosional rəy verməməliydik. Şagirdi emosional olaraq zədələyən, onu həvəsdən salan fikirlər deyil, konstruktiv şəkildə, düzgün şəkildə rəy verməliyik. Rəyin dekonstruktiv, destruktiv olması düzgün deyil. Yəni destruktiv rəy konstruktivin əksidir. Yəni düzgün olmayan, onları emosional cəhətdən zədələyən rəylər destruktiv rəylər adlanır. Konstruktiv rəy olmalıdır şagirdi irəliyə doğru aparan, onların çəkdiyi əziyyəti, idraki fəaliyyətə yönəlik rəy, seçdiyi strategiyalar, uğura gedən yolda düzgün seçdiyi strategiyalar adlanır. Bax biz onları nə etməliydik? Dəyərləndirməliydik, düzgün şəkildə rəyimizi verməliydik. Sonra başqa bir strategiya isə hələ ki sözündən istifadə etmək. Yəni bayaqdan biz
biz bunun haqqında zaten danışdıq. Yəni mən hələ ki bacarmıram, hələlik bu nəticəni əldə edə bilmirəm. Yəni hələ sözündən, artıq bu hələ sözündən istifadə etməklə müəllim artıq uğursuzluğun daimi olmayacağını şagirdləri inandırmalıdır. Həmçinin özü də müəllim hələ ki sözündən şagirdə formativ qiymətləndirərkən, gündəlik dərsdə onların inkişafını izləyərkən hələ sözündən müəllim özü də istifadə etməlidir. Bayaq da bunun izahını vermişdim sizə. Yəni şagird nəyisə edə bilmirsə, tapşırığı biraz zəif yazıbsa, səhv yazıbsa, yəni artıq ona rəy verəndə sən hələ ki bunu bacarmadın, amma mən inanıram ki, sən bunu bacaracaqsan, bunun üstəsindən gələcəksən. Hətta motivasiya edici rəy də demişdik. Şagirdə bacararsan, bunu edərsən, motivasiyalandırıcı bir rəy verirsiniz. Amma emosional rəylə bunu biz qarışdırmamalıyıq. Bir sözlə hələ ki sözündən istifadə etmək. Bu strategiyaları bir daha sadalayaq. Dedik ki, intellekt növü qapalı düşüncə tərzinə, açıq düşüncə tərzinə keçirtmək olur. Düşüncə tərzini dəyişdirmək mümkündür. Hansı strategiyalardan biz istifadə edə bilərdik? Zəkanın, intellektin dəyişilə bilən olduğunu şagirdlərə bildirə bilərdik. Heç nəyin dərs üzərində yazılmadığını, beynin elastik olduğunu onlara öyrətmək. Ondan sonra hansı risk götürmək qabiliyyəti dedik, yəni risklərdən, səhvlərdən düzgün nəticə çıxartmaq, şagirdləri tərifləyərkən düzgün tərifləmə metodundan istifadə etmək, şagirdlərə düşünmə və gözləmə vaxtları verirdik, şagirdlərə düzgün şəkildə rəy verirdik və hələ ki sözündən istifadə olunması. Bunlar oldu açıq düşüncə tərzinə keçid edən strategiyalar. Bir də burada bu perfeksionizm termini haqqında bayaq sizə inkişafa qapalı düşüncə tərzini izah eləyəndə unutdum izah etməyi. Perfeksionizm nə deməkdir? Bu mükəmməllik deməkdir. Yəni biz bu perfeksionizm, mükəmməllik, müəllimlər çoxları qarışdırıb bunu inkişafa açıq düşüncə tərzinə götürürlər. Əksində bu inkişafa qapalı düşüncə tərzinə keçid edir uşaqları, insanları. Yəni tutalım ki, bir müəllim kimi mən uşağa desəm ki, sən testdən 100 bal alacaqsan. Səndən mükəmməl nəticə gözləyirəm. Sən bunu səhvsiz işləməlisən. Sənin səhv etmək haqqın yoxdur. Bax burada 10 dənə sual var, ondan hamısını düz yazmalısan. Bax bu formada uşaqdan mükəmməllik gözləyiriksə, bu artıq perfeksionizmdir. Bu özü belə qapalı düşüncə tərzidir. Bayaqdan biz danışırıq ki, uşaq səhvlər üzərində risk götürmək qabiliyyəti, tərifləyərkən düzgün tərifləmə metodu. Amma biz uşaqdan daima mükəmməllik gözləsək, hə, səndən 100 nəticə gözləyirəm, %100 bal almalısan. Bax bu formada artıq uşaqdan mükəmməllik gözləyəndə, o uşaq nəyisə edə bilməyəndə, bacarmayanda, nəyisə səhv yazanda, o 100 balı ala bilməyəndə artıq başlayacaq necə? Özünü qapalı düşüncə tərzinə keçid etməyə. Ona görə nə etməliyik? Vacib olan həmişə nəticə deyil, nəticədən çox həmən o prosesə edilən cəhdlər, proses zamanı qazanılan bilik və bacarıqlardır. Yəni nəticədən çox prosesə kökləndirməyi bacarmalıyıq uşaqları, cəhdlərə fokuslanmalı olduğunu bildirməliyik. Nəticə bəzən uğurlu ola bilər, bəzənsə uğursuz ola bilər. Vacib olan isə proses zamanı qazanılan bilik və bacarıqlardır. Baxın, burada da yazılıb bu cümlə. Proses zamanı qazanılan bilik və bacarıqlardır. Uşaqlara onların çəkdiyi əziyyəti dəyərləndiririk, onların strategiyalarını dəyərləndiririk, onların proses zamanı çəkdiyi əziyyət, belə deyim, səyi qiymətləndiririk. Bax bu zaman belə deyim ki, inkişafa açıq düşüncə tərzində bu perfeksionizm sizin testlərdə də qarşınıza çox çıxacaq. Dediyim kimi bunu gördünüzsə, bu artıq qapalı düşüncə tərzinə keçiddir. Dərsimiz bu qədərdir. Çox rahat, çox maraqlı, çox gözəl olan nəzəriyyələrdən biridir. Ən sevdiyim nəzəriyyələrdən biridir və hər bir işdə, hər bir insana lazım olan nəzəriyyələrdən biridir. Çalışın ki, siz də özünüzü inkişafa açıq düşüncə tərzinə kökləyin, negativə köklənməyin. Mən bunu bacararam. Qarşınıza məqsəd qoyun, məqsədlə irəli gedin. Mən bunu bacararam, mən bunu edə bilərəm. Yəni mən bunun üstəsindən gələ bilərəm. Bax bu formada özünüzü daima motivasiyalandırın. İnsan nəyə inanırsa, həqiqətən onu da əldə eləyir. İnsan istəsə hər şeyi bacara bilir. Əsas odur ki, inancı olsun, inamla irəli getsin, məqsəd qoysun qarşısına və belə olduğu halda da hər şey gözəl olacaq və nəticə də sonda da gözəl nəticə də əldə etmək olur. İndi isə bir neçə sual nümunəyə baxaq, sonra da dərsimizi yekunlaşdıraq.
Deməli, baxaq bir neçə dənə sual nümunəsinə. Elə 14-dən başlayaq. 14-cü sualda sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Şagird tapşırığın öhdəsindən gələ bilməyəndə hələ ki bacarmıram. Artıq bəllidir. Hələ ki bacarmıramsa, burada hansı nəzəriyyəyə aid olduğu soruşulur. Təbii ki, hansı olacaq? Düşünmə tərzi nəzəriyyəsi. Şagirdlərdə öyrənmə prosesində risk götürmək mədəniyyətini yaratmaq lazımdır. Düşünmə və gözləmə vaxtlarına əməl olunaraq dərindən öyrənməni təmin etmək olar. Bu düşüncə tərzi nəzəriyyəsidir. 15-ci suala baxaq. Karl Dweck'ə görə inkişafa qapalı düşüncə tərzinə sahib olan insan düşünür. A-da deyilir ki, mən ədəbiyyat fənnini daha yaxşı öyrənirəm, kimyanı isə öyrənə bilmirəm. Elə qapalı düşüncə tərzinə sahib olan insan A variantıdır. Çünki kimyanı öyrənə bilmirəm, mən bunu edə bilmirəm deyirsə, bu artıq inkişafa qapalı düşüncə tərzidir. B-də deyilir ki, rəylər məni irəliyə apardığına görə onları dinləməliyəm, bu doğrudur. Çətinlikləri həll etdikdə məndə yeni bacarıqlar formalaşır, bu da doğrudur. Bir işi edə bilmirəmsə, demək ki, hələ ki bacarmıram. Baxın, bu da doğrudur. Tapşırığı edə bilmirəmsə, istifadə etdiyim metodu dəyişməyim lazımdır. Bu da doğrudur. Burada A variantı olacaq. 16-cı suala baxaq. Deyilir ki, hazırlaşdığı ilk tədbirdə bəyənilməyən, alqış almayan şagird kədərlənsə də, daha sonra isə məktəbdə keçirilən bütün tədbirləri izləyib araşdırmalar edirdi. Daha gözəl tədbir keçirmək üçün onun yeni fikirləri formalaşırdı. Deməli, burada hansı düşüncə tərzi? Sizcə hansı düşüncə tərzidir bu şagirddə? Təbii ki, olacaq nə? İnkişafa açıq düşüncə tərzi. İlk əvvəl bəyənilməyib bu şagird, alqış almayıb və şagird təbii ki, burada kədərlənib. Amma sonrası nə edib bu? Motivasiyadan düşməyib, motivasiyadan düşüb qırağa çəkilməyib. Əksinə isə məktəbdə keçirilən bütün tədbirləri izləyir, araşdırmalar edir. Daha gözəl tədbir keçirmək üçün onun yeni fikirləri formalaşır. Motivasiyadan düşmədi, öz məqsədinin ardıcı getdi. Belə olduğu halda inkişafa açıq düşüncə tərzidir bu. Bir suala da baxaq, cədvəl sualına. Deyilir ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Deməli, uyğunluq istənilirsə bizdə doğrudan doğru olanı, yanlışdan isə yanlış olanı biz seçəcəyik. Uyğunluq istənilirsə. Amma deyilsə ki, cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. O vaxtı biz doğrudan yanlış olan fikri seçirik, yanlışın altından isə doğru olan fikri seçirik. İndi isə uyğunluq istənilir. Biz doğrudan doğru, yanlışdan yanlışı seçirik. Birə baxırıq. Deyilir ki, düşünmə vaxtının verilməsi, düşüncə tərzinin formalaşması üçün çox vacibdir. Bəli, bu doğrudur. Çünki biz dedik ki, şagirdə düşünmə və gözləmə vaxtı verməliyik. 2 deyilir ki, düzgün tərifləmə metodundan istifadə olunması şagirdlərdə öz bacarıqlarına İnamı artıra bilər. Bəli, bu da doğru fikirdir. Özlərinə inam artırır. Düzgün tərifləmə metodundan istifadə etsək təbii ki. Əhsən, afərin, sən dahisən, bu kimi tərifləmə metodlarından istifadə etmək olmazdı. 3-də deyilir ki, effektiv rəylərin vaxtında verilməsi şagirdin özü haqqında fikirlərinin yaxşılığa doğru dəyişməsinə kömək edə bilər. Bəli, bu da doğru fikirdir. Effektiv rəy şagirdi irəliyə aparır. 4-də isə deyilir ki, risk götürmək mədəniyyətinin formalaşdırılması şagirdlərin yeniliklərə açıq olmasına imkan yaradır. Bəli, bu da doğru fikirdir. Gördüyünüz kimi burada 4 dənə fikrin 4-ü də doğru olduğu üçün, bizdən də uyğunluq istənildiyi üçün cavabımız olacaq nə? 1-lə 2, Y variantı. Ümid edirəm dərsi başa düşdünüz. Yəni başa düşülməyəcək bir şey yoxdur. Çox rahat olan nəzəriyyədir. Bəyənib rəy yazmağı da unutmayaq. Sağ olun.